Ya Allah, Bismillah. Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə istifadə olunmuş sualların izahını təqdim edəcəm. Təbii ki, imtahanda düşən sualları olduğu kimi yox, müəllimlərin dilindən necə eşidirəmsə, onları bir neçə müəllimdən dəqiqləşdirib sonra sizlərə uyğun şəkildə təqdim etməyə çalışıram. Yəni bu gün imtahanda nələr düşüb, ona toxunacağam. Eyni zamanda sual nümunələri var ki, onları da sizə təqdim edib izahını verəcəm. Sizlərdən xahişim odur ki, videonu bəyənək, zəhmət olmasa paylaşaq və dəyərli rəylərimizi yazmağı unutmayaq. Sizin rəyləriniz mənim üçün çox önəmlidir. Ondan əlavə bir məlumat vermək istəyirəm ki, İnşallah iyul ayının 1-dən biz müsahibə hazırlıqlarına start veririk. Müsahibə hazırlıqlarına qoşulmaq üçün ekranda gördüyünüz nömrəyə WhatsApp üzərindən yaza bilərsiniz. Deməli, 051 753 1484. 3 düşdü dünyanın bir tərəfinə, gəlin yanına yazaq. Aha. 14, 84. Təkrar baxaq. 753, 14, 84. Deməli, əziz müəllimlər, biz iyul ayının 1-də müsahibə hazırlıqlarına geniş miqyasda başlayırıq. Bizlə hazırlaşmaq üçün, proses necə keçir maraqlanmaq üçün bu nömrənin WhatsApp hesabına yaza bilərsiniz. 051 753 14 84. Yazan zaman sizə ətraflı məlumatlar veriləcək. İndi isə çox uzatmayaq, gəlin keçək izahımıza. Qeyd edim ki, imtahana məktəb daxili qiymətləndirmənin növlərindən düşüb. Bu hər zamanki kimi düşməli idi onsuz da. Formativ düşübdür. Sonra metakognitiv bacarıqlarla bağlı olubdur. Sinfin idarə edilməsi, effektiv münasibətlərlə bağlı sual olub. Benjamin Bloom və inteqrasiya. İmtahanı əhatə edən mövzular bunlardır. Biz artıq dünən və bugün bunu analiz edirik, görürük ki, belə də olubdur. Yəqin ki, növbəti günlərdə də bu davam edəcək. İndi birinci sualımızda deyir ki, şagirdlərə yeməkxananın bir həftəlik yemək planını hazırlamaq tapşırılır. Şagirdlər hesablama zamanı həm qiyməti, həm də kalorini nəzərə almalıdır. Bu inteqrasiyanın hansı növündən, burada inteqrasiyanın hansı növündən istifadə olunub? Bəlli məsələ, burada həm təbiət elmi var, həm belə deyim, riyaziyyat, hesablama var deyə. Biologiya, coğrafiya əlaqələr qurmaq olar müəyyən qədər. Eyni zamanda qiymət hesablama var, riyaziyyatla əlaqələr qurmaq olar. Çünki burada kalori hesablaması məsələsi var. Kalori anlayışı da bəlli məsələ riyaziyyata keçirilmir. Fənlər arası inteqrasiya var burada və cavab da fənlər arasıdır. Amma fən üstü açığı heç mən də görə bilmədim burada. Cavablarda deyəsən fənlər arası, fən üstü bir yerdə olmayıb deyilənlərə görə. Hər bir halda fən üstü burada görünmür. Yəni sırf həyatda nəyinsə reallaşdırılması, həyatda nəyinsə praktika olunması, təcrübə edilməsi, icrası görülmür. O baxımdan yalnız fənlərarası cavabı burada doğru cavab olur. Belə. Əgər situasiya belədirsə, təbii ki. Situasiya belədirsə, cavab da belə olur. Gəlin ikinci suala baxaq. Niyə görə onu deyirəm? Ola bilər də hər hansı bir sözü müəllim unudar. Çünki bəzən situasiyalarda bir söz belə çox böyük əhəmiyyət daşıyır. Amma real vəziyyətində izahlar belə olur. Gəlin bu sualla tanış olaq. Müəllim fəza fiqurları mövzusunu keçdikdən sonra şagirdlərə fəza fiqurları ilə bağlı bacarıqlarından istifadə etməklə parkda insanlar üçün əşyalar hazırlanmasını tapşırır. Belə bir situasiya deyildi. Tapşırıq hansı mərhələyə aiddir? Benjamin Bloom'da. Burada müəllimlər fəza fiqurları keçirilir və şagirdlər keçirilən fəza fiqurlarından əldə etdikləri bacarıqlar ki var, o bacarıqlarından istifadə edərək əşyalar hazırlayacaqlar. Əslində burada öyrənilənlərin icrası var. Yəni şagirdlər hansı bacarıqlara sahibdirlərsə fəza fiquru ilə bağlı. Onlar formasında, onlar şəklində əşyalar hazırlayacaqlar. Öyrənilənlərin icrası var burada. Bu tətbiqdir. Yəni yuxarı təfəkkür görə bilmirəm burada açığı. Tətbiq etmə mərhələsi doğru cavab olur. Üçüncü sual, biri şagirddə metakognitiv bacarıqları formalaşdıran üsullardan deyil, metakognitiv bacarıqları formalaşdıran üsullardan deyildir. Metakognitiv bacarıqlarla bağlı qısa məlumat verim ki, bu bacarıqlar şagirdlərə özlərini qiymətləndirmə, özlərini monitorinq, özlərini tənzimləmə ilə bağlı mühüm məsələləri aşılayır. Yəni, bir şagird metakognitiv bacarığa sahibdirsə, deməli, o özünü refleksiya edə bilir, özünü qiymətləndirə bilir, özü üçün strategiyalar təyin edə bilir, özü üçün hədəflər qoya bilir, addımlar ata bilir və s.
Və hansı aid deyil? Orada belə bir variant olub, şagirdlərə öyrənmək üçün strategiyaları aydın formada göstərin. Əslində strategiyaları, addımları aydın formada göstərmək metakognitiv bacarıqları formalaşdırmaq üçün yol deyil. Çünki şagird strategiyalar əldə etməlidir. Yəni özü yollar tapıb, özü yollar müəyyən etməlidir. Hədəfə çatmaq üçün, məqsəd çatmaq üçün strategiyaları özü təyin etməlidir. Amma müəllim aydın formada göstərirsə, indi orada strategiya, yollar, müəllimlər belə deyir. Ola bilər strategiya əvəzinə yolda yaza bilər, hər hansı bir ifadə. Yəni aydın formada müəllim hamısını verirsə, o zaman şagirdin özünün formalaşdıracağı bacarıq qalmır artıq. Amma bunu müəllim yox, şagird özü təyin etsə, hansı strategiya mənim üçün daha faydalıdır? Bu məqsədə uyğun olar təbii ki. Burada müəllim verib deyə metakognitiv bacarığı formalaşdıran, yəni səmərəli üsul deyil. Gəldik növbəti suala. Aha, belə bir böyük sual olubdu coğrafiyada. Müəllim urbanizasiya mövzusunda danışır. Şagirdlərdən bəziləri deyir ki, şəhərləşmə yaxşıdır, bəziləri isə bunun yaxşı olmadığını, ekoloji problemlərə səbəb olduğunu qeyd edir. Bəziləri isə ekoloji problemlərin tullantı materiallarının aradan qaldırılması üçün yeni texnologiyaların olduğunu deyir. Və müəllim şagirdlərdə həm iqtisadi, həm sosial, həm də ekoloji baxımdan urbanizasiya prosesinə yanaşmanı şagirdlərdə formalaşdırmaq üçün hansı addım atmalıdır? Situasiyaya nəzər yetirsək, şagirdlərin fikirləri müxtəlifdir. Bəziləri deyir şəhərləşmə yaxşıdır, bəziləri deyir xeyr, yaxşı deyil, ekoloji problemlərə yol açır. Sonra həmin qrupdan hansı ki şəhərləşmə yaxşıdır deyən şəxslərdən deyirlər ki, niyə ki ekoloji problemlərin də aradan qaldırılması yolları var, tullantı materiallarının da aradan qaldırılması yolları var. Hərə bir fikir deyir burada. Bəziləri deyir yaxşı deyil, ekoloji problemlərə səbəb olur, bəziləri də tam əksi. İndi burada müəllim hansı addım atmalıdır ki, şagirdlərdə bu prosesə yanaşmanı, düzgün yanaşmanı formalaşdıra bilsin? Gəlin baxaq. Müxtəlif cavablar olur. Müəllimlərin bəlli məsələ sual böyükdür deyə cavablar da yadında qalmayıbdı. Doğru cavab budur. Müəllim şagirdlərdə məsələlərin müxtəlif baxış bucaqlarından baxmaq bacarığı formalaşdırılmalıdır. Əslində dünənlərdə bir sualda belə bir cavab var idi, götürülmüşdü, doğru cavabı idi. Burada da yenə əslində bu yanaşma məntiqlə düzgündür. Yəni şagirdlərin baxış bucaqları burada bir-birinə ziddir. Müəllim şagirdlərə məsələlərin müxtəlif baxış bucaqlarından baxmağı aşılamalıdır. Yəni o şagirdlər ki, deyir, ekoloji problemlərə yol açır, urbanizasiya lazım deyil, şəhər salma lazım deyil, müəllim onlara da müxtəlif prizmalardan baxmağı aşılamalıdır. Eyni zamanda digərlərinə də. O baxımdan bu cavabı götürüblərsə məntiqə uyğundur. Təbii ki, digər cavabları görə bilmirik deyə hazırda bunu doğru kimi dəyərləndirə bilərik. Gəldik 5-ci suala. Müəllim şagirdlərə su dövranını izah edir. Şagirdlərdən biri deyir ki, əgər istifadə olunan su təkrar təbiətə qayıdırsa, o zaman niyə biz su qıtlığından danışırıq? Deməli, su qıtlığı deyilən bir şey yoxdur deyə şagird fikrini tamamlayır. Müəllimin bu izahından sonra şagird belə bir iddia irəli sürür ki, bəs onda niyə su qıtlığından danışırıq biz? Əgər su təkrar təbiətə qayıdırsa, deməli su qıtlığı deyilən bir şey yoxdur. Boş şeylərdir bunlar. Belə bir reaksiya verir. Müəllim şagirdə necə yanaşmalıdır ki, şagird bu fikrinin yanlış olduğunu bilsin. Baxın, belə bir şərt qoyulubdur deyilənə görə. Cavab. Müəllim şagirdlərə su qıtlığı ilə su dövranı arasındakı əlaqə ilə bağlı təqdimat hazırlamağı tapşırır. Təqdimat da olar, layihə də olar, nəsə. Amma burada önəmli olan məqam budur. Su qıtlığı ilə su dövranı arasındakı əlaqəni şagird anlamalıdır. Çünki şagird burada o əlaqəni anlamayıb deyə müəllimə bu sualı verir ki, bəs su qıtlığından niyə əziyyət çəkir insanlar? Deməli, əlaqəni tuta bilmir su dövranı və su qıtlığı arasında. Müəllim bu əlaqənin bərpası üçün təqdimat tapşıra bilər. Belə. Sonra gəldik 6-cı suala. İqlim dəyişikliyi ilə bağlı dövlət bir qərar verir. Həmin qərarın əhəmiyyətliliyinə əsaslandır. Bu şagirdə təbii ki, tapşırıq olaraq verilir. İqlim dəyişikliyinə ya qlobal problemlər nə iləsə bağlı belə bir tapşırıq olubdur. Qərar, daha doğrusu dövlət qərar veribdir. Və müəllim şagirdə deyir ki, dövlətin verdiyi bu qərarın əhəmiyyətliliyi ilə bağlı əsaslandırma et. Biz də bilirik ki, qərar mənim deyil, mövqe mənim deyil deyə bu təhlilə uyğun gəlir. Təhlil etməyə. Aydındırmı? Baxın, əgər ki, qərar mənim olsa və öz qərarımı, öz yanaşmamı, öz mövqeyimi burada
fərqli-fərqli ifadələr ola bilər. Öz mövqeyin, öz qərarın, öz yanaşman olarsa və mən onu əsaslandıraramsa, bu dəyərləndirmədir. Amma burada dövlət qərar verir iqlim dəyişikliyi ilə bağlı. Mən həmin qərarın əhəmiyyətliliyi ilə bağlı əsaslandırma edirəm. Yəni o qərarla bağlı analiz edəcəm, təhlil edəcəm və bir əsas gətirəcəm. Yəni bu mənim mövqeyim deyil deyə təhlilə daha çox uyğun cavabdır. Başqasının mövqeyi, başqasının verdiyi qərardır. Analiz edib və cavab verəcəm mən. Təhlil etmə oldu. Doğru cavab A variantı. Belə müəllimlər, sualların izahının yekununa gəldik. Əgər davamının gəlməsini istəyirsinizsə, zəhmət olmasa rəylərdə qeyd edərsiniz. İnşallah onlar bu gün ərzində, onlar sabahları gün ərzində sizə yeni sualları çəkib paylaşıram. Çox sağ olun, görüşmək ümidi ilə inşallah.